Vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Daha bir psixoanaliz verilişində xoş gördük hər birinizi. Zəhra, sən də xoş gördük. Bugün çox gözəl bir mövzu ətrafında müzakirə aparacağıq və bugünkü mövzumuz hər kəs bu termini fərqli dillərdə səsləndirir. Təbii ki, türkçəsində bir cür rast gələ bilərsiniz, ruscada bir cür və bu termin olaraq bugünkü mövzumuz gaslighting, belə bir mövzu var. Hansı ki manipulyasiyadan sırf olaraq bugün danışacağıq və normal olmayan bir manipulyasiya ətrafında müzakirəmizə başlayaq. Xoş gördük izləyicilərimizi də. Normal olmayan manipulyasiya dedin. Normal olan manipulyasiya varmı Heyran? Yəni izləyicilərimiz bunu yanlış başa düşəcək deyə düşünürəm. Çünki gaslighting insanın düşüncəsini, onun yaddaşını, hətta onun özünü belə özündən sorğuladan bir manipulyasiya növüdür. Bəli, bugün patologiya dedik. Patologiya nədir? Xəstəlik dərəcəsində olan bir manipulyasiya növündən danışırıq. Əslində manipulyasiyanın olması bəzi hallarda normaldır. Nəyə görə? Tutaq ki, müəyyən bir xırda manipulyasiv bir hadisələr, situasiyalar ola bilər ki, gözəl bir şəkildə hansısa bir hadisələrin xeyirlərə bir vəsilə olmasına əgər yüngülvari bir manipulyasiya ediriksə, şəxsi sərhədlərinə toxunmuruqsa, təhrik edici situasiya yaratmırıqsa, təbii ki də normal manipulyasiyadan gedir söhbət. Bir də var ki, biz artıq bir patologiyadan, insanın mənini sorğulayacaq, şəxsiyyətini sorğulayacaq bir psixikasını hətta təhlükə altında qoyursa, sorğuluyursa, burada təbii ki də biz xəstəlikdən danışırıq. Bu manipulyasiya normal bir manipulyasiya deyil. Məncə sənin bu sözündən ilhamlanaraq bir çox manipulyasiya edən insanlar, necə ki deyirik ki, pəmbə yalandır, yalanı da ciddiləşdiririk. Eyni şəkildə manipulyasiyaya da bu şəkildə baxılacaq. Artıq bundan sonra kimsə kiməsə manipulyasiya etdiyi zaman ağla ilk bu söz gələcək ki, Heyran xanım, psixoloq dedi ki, manipulyasiya daha yaxşı bir şeylərə vəsilə olursa, o zaman qəbuldur. Məncə bunu biz insanların düşüncəsinə bu şəkildə yeritməyək. Çünki manipulyasiya nə olursa olsun, insana zərər verən ən böyük patoloji haldır. Patologiya nədir? Təbii ki də orada bir şəxsiyyət pozuntuları varsa, orada bir psixiatrik problemlər varsa, orada əgər biz psixopatiya halda toxunuruqsa, təbii ki də burada normal olan bir manipulyasiyadan söhbət gedə bilməz. Biz bugün bundan çox əziyyət çəkən insanlar görürük. Çox sayda qadınlar, xanımlar müraciətlər zamanı, elə olsun bəylərin özündə də ki, yəni abuzerlər kimlərdir? Təbii ki də bu faktorlarla, yəni o hansı ki qarşı tərəfdəki insanı manipulyasiya edirsə, o insanlar normal, yəni narsistlərdən gedir söhbət, abuzerlərdən gedir söhbət, psixopatların özü də. Mən hər zaman fikir vermişəm, məsəl üçün yəqin ki xatırlayırsan, Quzuların Səssizliyi filmi var. Anthony Hopkins oynayır, məşhur aktyor. O filmi çox sevirəm mən. Yəni ilk başlarda hər zaman psixologiya ilk gəldiyim illərdə çox gözəl xatırlayıram ki, elə ilk o filmə baxmışdım. Və orada bir psixopatın yəni gözəl bir şəkildə qarşısındakı bir psixiatrı manipulyasiya etməsini gördük. Yəni o səhnəni çox gözəl xatırlayırdım. Xanımın türməyə daxil olması, onu nə gözəl manipulyasiya etməsi. Yəni o filmin sonuna qədər psixopat orada elə bir rollar, elə bir gözəl şəkildə bir səhnələr qurub quraşdırır. Polisləri aldatmaq olsun, qarşısındakı həkimi aldatmaq olsun. O filmdəki o hərəkətləri, danışıqları, tərzi, maneraları hər biri məhz bizim bugünkü mövzumuza aiddir deyə düşünürəm. Bax, psixopatiya ilə o qədər çox rastlaşırıq ki, bəhs elə antisosial şəxsiyyət pozuntuları, yəni uşaqlıqdan gəlir əslində, deyilmi Zəhra? Biz yəni ora baxanda o qədər çox uşaq vaxtı alınan travmalar var ki, misal üçün elə davranış pozuntularının özünə baxsaq, kökündə yəni davranış pozuntusuna gedir çıxır, qarşı durma, qarşı gəlməyə gedir çıxır. Ümumilikdə natamamlıq kompleksinə gedir çıxır ki, yəni kökündə bu hadisələr dayanır, bu simptomlar dayanır. Və sonrakı illərə yəni nəzər salsaq görərik ki, həmin o insanlar daha çox antisosiallar, daha çox şəxsiyyət pozuntuları olaraqdan, yəni biz onları görürük.
və qarşısı zamanda alınmayanda və o psixopatik hallarla, psixopatiyada daha çox olur. Təcavüzkar insanlarda çox olur bu, biz bunu görürük. Şəxsiyyətini sorğulayırsan. Məsələ ondan gedir söhbət. Elə bir vəziyyətə səni gətirib çıxardır ki, sən artıq özün öz şəxsiyyətindən, öz ruhsal durumundan, öz psixoloji vəziyyətindən belə şübhə etməyə. Mən bu gün burada bu sözü danışmışam. Bunu sən də eşitmisən və təsdiqləmisən. Düşün ki, sən deyirsən ki, yox İran, belə bir söhbət ümumiyyətlə olmayıb. Sən bunu yanlış xatırlayırsan, Sən ciddiyə dəlisən, alırsan, sən çox şişirdirsən. aha, böyüdürsən. Bu şişirtdiyin şeylər o qədər də böyüdücü deyil. Sən özün beynində Hı qurursan. -hı. Yanlış anlamısan məni. Bu cümlə ümumiyyətlə keçməyib. Bu kimi hallarla artıq yaddaşını belə sorğulamağa keçirsən ki, görürsən həqiqətənmi Belə mən olub. bunu səhv anlayıram, bunu həqiqətən mən səhv böyüdürəm. Məsələn, bayaq dediyin kimi xanımlarda və bəylərdə bu artıq bərabərləşib Hı -hı. günümüzdə. Amma daha çox nədənsə manipulyasiya deyəndə bəylər yada düşür. Daha çox bəylərin xanımları manipulyasiya etdiyi, onlara xəyanət etsə belə özündən sorğulayacaq dərəcəyə gətirir çıxardır. Xəyanət edən bir bəy xanımına manipulyasiya edərək nə deyir? Sən mənə yoldaş olmadığın üçün, sən məni anlamadığın Hı üçün, -hı. məni ihmal etdiyin üçün mən sənə xəyanət etdim. Sən yaxşı qadın olsaydın, mən başqa xanımlarla yazışmazdım, başqa xanımlarla danışmazdım. Bu zaman həmin insan xəyanət qalır bir kənarda, özünü günahlandırmaya Hı -hı. keçir ki, görəsən mənmi səhv etdim ki, bu gün Harda mənim səhv buraxdım. qarşımdakı bəy mənə xəyanət etdi. Xəyanətlər mövzusuna toxunsaq, bax elə orada görəcəyik. Dəfələrlə misal üçün orada öz cinsi münasibətini belə deyək, videoya, yazıya alır. Deyək ki, xanım həyat yoldaşı misal üçün bundan xəbər tutur ki, qarşı tərəfin hətta bunu görüb, yəni əlində video yazı var. Görmüşəm, tutmuşam, amma məni elə bir sorğulayır, elə bir vəziyyətə gətirib çıxardıb ki, mən özümü inandırıram ki, yəni o gördüyüm videoda mənim həyat yoldaşım deyildi. Hətta bu dərəcədə düşün. Yəni mən öz gözümün şahidiyəm. Videonu açıram, həyat yoldaşımı başqa bir xanımla cinsi münasibətdə görürəm, amma mənə bunun yoldaşım olduğunu inandırır ki, yəni o deyil. Mən başlayıram orada özümü sorğulamağa. Və burada artıq mənim yaddaş itkim baş verir, burada mənim depressiyalarım baş verir, burada mənim ağır bir psixoloji durumdan bir psixiatrik problemlərə keçid almağa başlayıram. Hətta qulağıma səs gəlməyə başlayır, gözümə görüntü gəlməyə başlayır ki, həqiqətənmi, doğrudanmı mən bunu görmüşəm? Bəlkə bu mənim beynimin bir qallüsinasiyası idi, şişirtməsi idi, böyütməsi idi, nə isə. Hətta o dərəcədə. Danışdığım bu mövzunun kökündə nə dayanır? Özünü təsdiq, natamamlıq kompleksi. O qədər çox uşaqlıqdan aşağılanmaq və yaxud da yetərsizlik duyğusu ilə, təməl inancında axı yetərsizəm duyğusu dayanır. Baxım görüm necəyəm, özünü kənardan izləyərək, yəni oradan bir həzz duyğusu yaşamaq, həqiqətən də mən yetərliyəm, mən bacardım duyğusu, mən kulam misal üçün. Bu kimi düşüncələr dayanır və amma bir görürsən, harada yenə gəlib baxsaq görürük ki, yenə də bir toxunur artıq orada bir psixiatrik problemə ki, nə dərəcədə insan öz-özünü kənardan izləsin və yaxud da bir başqasının cinsəl münasibətini izləsin. Bu normal bir şey deyil və hətta qarşı tərəfdə görən insana da özünün şəxsiyyətini sorğulamağa üz-üzə qoyur ki, yəni sən səhv görmüsən, o mən deyildim. Sənin qara basır. Bu sənin beyninin məhsuludur. Şişirtmisən, qulağına səs gəlir. Belə bir hadisə ümumiyyətlə olmayıb. Və qarşı tərəfdəki insan bəy olsun, xanım olsun, başlayır özünü sorğulamağa. Ki, həqiqətənmi mən bu gördüyüm həqiqət idi, yoxsa yanlış idi? Biz bunların hər birini sadaladıq. Amma sualların arasında belə bir suallar da var ki, mən özümü bu tip insanlardan necə qoruyum? Mən həmin insanları necə tanıyım ki, ətrafımda və yanımda münasibətdə olduğum insanlarda və yaxud da valideynlərimin içərisində mənə manipulyasiya edən insanlar varsa və yaxud həyat yoldaşım mənə manipulyasiya edirsə,
Özümü necə bu tip insanlardan qoruyum? Birinci növbədə bunu deyim ki, gaslighting edən insanlar heç bir şəkildə digər insanlardan fərqlənmir. Sizi manipulyasiya edə bilər, bəli. Sizə düşündüyü üçün cümlələrdən istifadə edə bilər. Səni düşündüyüm üçün mən bu cür hərəkətlər etdim, sənə xəyanət etdim, səni qısıtladım. Səni səndən çox sevdiyim üçün, səni özümdən belə çox qoruduğum üçün bu gün bu cür davranışlar edirəm. Əslində bu tip insanlar uşaqlığına toxunduğumuz zaman nəyi görürük burada daha çox? Heç bir şəkildə dinlənilməyib, hər zaman dinlənilmədən günahlandırılıb və bu tip insanlar birbaşa başlayır artıq özlərini müdafiəyə keçməyə. O qədər tənqid olunub ki, o qədər təhqir olunub ki, uşaqlıqda susdurulub ki, yetərsizlik duyğusu ötürülüb ki, hətta ağladığı anda bir də döyülərək susdurulmağa çalışıb. Özünü müdafiə etməsinə icazə verilməyib. Və buna görə də uşaqlıqda bu travmanı yaşayan şəxs təbii ki, böyüyəndə məndə heç bir səhv yoxdur deyəcək. Mən nə edirəmsə düz Qoruma edirəm. mexanizmi Və özünü. biraz da bəli, dediyin kimi müdafiə mexanizmasına keçir bu. Mənə zərər gələnə qədər mən bu zərərin qarşısını almaq üçün bir addım atıram. Amma o insanlar düşünə bilmir ki, mən müdafiə mexanizmasını yanlış yerdəmi istifadə edirəm, yoxsa doğru yerdəmi? Artıq başlayırlar nə olursa olsun, ətrafdakı insanlar onun üçün dəyərli olmadığına görə özünü müdafiəyə keçmək istəyir, özünü qorumaq istəyir və buna görə də nə olursa olsun, qarşı tərəfə zərər verirsə versin, fərq etməz, başlayır artıq manipulyasiya etməyə. Və bu tip insanlar daha çox narsistik şəxsiyyət pozuntusuna əziyyət çəkən insanlardır, daha çox günahlandırılan və bu gün özünü daha mükəmməl şəkildə görmək istəyən mükəmməliyyətçi insanlardır. Ailəsində valideynləri tərəfindən dinlənilməyən və valideynimə oxşamayacam dediyi halda get-gedə ətrafındakı insanlara, hətta öz övladlarına belə valideyni kimi davranan şəxslərdir təəssüf ki. Biz daha çox gaslightingin özündən danışdıq, amma biraz da o qarşı tərəfdəki, belə deyəcəm, qurbandan danışaq. Ki, həqiqətən də bu qurbana çevrilmiş insanlar var. Biz bugün bunları çox görürük cəmiyyətimizdə. Qarşı tərəfdəki o zərər çəkən, o qarşı tərəfdəki qurbanın keçirdiyi o stresslər zəminində həmin insanın yaşadığı o psixoloji travmalar, daha sonra isə psixiatrik formada bir patologiya keçən o xəstəliklərdən də biraz danışaq ki, biraz heç olmasa izləyicilərimiz bundan xəbərdar olsun. Çünki biz hər zaman baxıram, yəni verilişlərdə də baxıram, daha çox gaslightingə toxunurlar, yəni narsistlərdən danışırlar, psixopatlardan danışırlar. O patoloji formada manipulyasiyadan danışırlar, amma onların qurbanlarına toxunan yoxdur. Belə deyəcəm, o qurban pozisiyasında olan insan, qarşı tərəfdəki o insanlar bir süre sonra artıq başlayır şəxsiyyətini sorğulamağa, şəxsiyyətini yargılamağa, psixiatrik durumu haqqında götür-qoy etməyə. Həqiqətənmi mən onun dediyi kimi, bəlkə doğrudan sorun məndədir, problem məndədir, bəlkə doğrudan mən o hadisəni böyüdürəm, bəlkə doğrudan mən elə bir hadisə olmadığı halda o mənim beynimin, təfəkkürümün fantaziyasıdır. Bəlkə heç həqiqətən belə bir hadisə baş verməyibdir ki, başlayır həmin situasiya zamanı, tutaq ki, orada bir 3 nəfər olub, həmin o 3 nəfərlərdən fərqli-fərqli insanlardan başlayır soruşmağa. Həmin gün belə bir hadisə vaxtı mənə deyilmiş bir söz var idi. Doğrudan o söz deyildi. O 3 nəfərin 3-ü də ona geri dönüş etsə ki, bəli, həqiqətən də belə bir situasiya zamanı sənə belə bir söz deyildi. O şəxs tərəfindən yenə də başlayacaq onun paranoyası. Bax gör, necə bir paranoya gəlib çıxır. Artıq paranoya özü paranoidal bir şəxsiyyət pozuntusundan gedir söhbət. Bu normal deyil. Şübhə hər birimizdə normaldır. Normal şübhələr hər kəsdə qaydasında, dozunda olmalıdır. Amma paranoya keçmiş bir patologiya zəminini almış bir şəxsiyyət pozuntusuna əgər söhbət gedirsə, qarşı tərəfdəki həmin o abuzerin və yaxud da narsistin əl əsəri, əl əməyi və göz nuruna çevrilirsən bir süre sonra. Artıq hansı ki səndən bir özü
qəbul etmir ki, mən xəstəyəm. Təbii ki də o psixoloqa getməyəcək ki, onun vəziyyəti artıq psixoloqdan da keçib, o psixiatrik bir durumdan əziyyət çəkir. Hansı ki, bunu qəbul belə etmir. Amma qarşı tərəfdəki o qurban həkimə gedir, psixoloqa gedir, ağlayır, özünü öldürür, rəfiqələri ilə danışır, çarələr tapmağa çalışır, amma bu döngüdən, bu halqanın içərisindən girdiyi bu labirintdən çıxa bilmir. Bir sürə yaxşı olur, daha sonrası yenə də eyni olur, daha eyni döngünü gedir. Qarşı tərəfdə artıq güvən sorunu var, heç kəsə güvənə bilmir. Harda nə danışacağını, nə yeyəcəyini diqqət edir. Seçicilik var. İstənilən bir şeydə, istər dostlar da artıq heç kəsə güvənə bilmir. Keçmişdən olan dostlarından belə bəzən görürsən ki, o insanlar, mən çox görmüşəm, o qurban pozisiyasında olan insanları, danışanları, onları belə artıq güvənə bilmir. İllərlə yanında olan insanlara, xanımlardırsa xanımdır, bəydirsə bəy, güvən problemi, sorun problemi yaşayır. Niyə görə? Və sürəkli də ancaq günahlandırma pozisiyasında ola bilir. Həm özünü, həm ətrafı. Yəni, çox ağır bir vakalarla qarşılaşırıq son zamanlar. Mən bilirəm ki, bu səndə də danışanlar arasında çoxdur gələnlərdə. Nəyə görə ən çox, yəni son zamanlar bu formada müraciətlər var? Bugün cəmiyyətimizdə narsistlər çoxalıb və bugün hər kəs özünü düşünən insanlara, özünü müdafiə edən insanlara narsist diaqnozu qoyur və belə bir cəmiyyətdə təbii ki də gaslighting və manipulyasiyanın digər növləri təbii ki çoxalacaq. Bugün hər kəs cəmiyyətdə mən səhv deyiləm, bu düşüncəni formalaşdırmaq istəyir. Hər kəs mükəmməliyyətçi olmaq istəyir. Daha sonra o qədər günahlandırılır ki, o qədər dinlənilmir ki, məsələn, görürsən, adi bir insanın səhvini demək istəyəndə ona ki, sən burada səhv etdin, o saat müdafiə mexanizmasına keçir. Həmin dəqiqə deyir ki, yox, mən bunu bunun üçün etdim. Özünü isbata keçir və təbii ki, cəmiyyətimiz niyə belədir? Çünki valideynlər övladını belə böyüdür, səhv olduqlarını onlar da düşünmürlər. Ümumiyyətlə səhv edə bilmərik düşüncəsində oluruq. Və mənim oğlum nə edirsə düz edir, mənim qızım nə edirsə düz edir. Bəzən Sovet dövrünün insanları deyirdi ki, mənim övladımda səhv varsa mən onu cəzalandıraram. Amma bugün psixoloqlara, yanlış psixoloqlara o qədər dinləyirlər ki, yanlış psixoloqlar o qədər belə bir şüarla çıxış edirlər ki, nə olursa olsun övladınızın yanında olun, onların səhvlərini görməzdən gəlin və yaxud da ki, səhvləri varsa onları anlamağa çalışın və buna görə də biraz da cəza sistemi tətbiq olunmadığı üçün hər kəs öz etdiyini düz sanır. Və buna görə də seanslarımızda gördüyümüz qədərilə bunu deyim ki, nə qədər manipulyasiya etsə də bir insan, nə qədər qarşısındakı insanın şəxsi sərhədlərinə girsə də, deyir ki, mənimdir, etməliyəm, mənim qanunlarımdır, mənim sərhədlərimdir, mənim sərhədimi heç kim keçə bilməz. Mənə tabe olacaqsansa səni sevəcəm. Mənə tabe olacaqsansa səni sevəcəm nə deməkdir? Yəni, sən əgər ağıllı olarsansa mən səni sevərəm. Çünki o elə işidir, baxı, fikir vermirsən, biz uşaq vaxtı özünü yaxşı aparsan, sənin mükafatı olacaq. Yeməyini yesən səni, yəni şərti sevilməklə olub deyə. Əslində ona görədir də. Heyran, bunun ciddiyyətini vurğulamaq üçün bir cümlədən istifadə etmək istəyirəm. Gaslighting insanın öz iç səsində onu boğması deməkdir. Bəli. Onun azadlığını, hüquqlarının əlindən alınması deməkdir. Burada xanım və bəy ayırmırıq biz, cinslərə ayrılmır. Qadının, bir bəyin fərq etməz, hüquqlarının əlindən alınaraq özünün öz məninə şübhə etməsinə qədər, hətta onu dəli edəcək qədər şəxsi sərhədlərinə toxunulması deməkdir. Düşün ki, bu bir azadlıq məsələsidir. Yəni ruhsal azadlıqdan gedir söhbət. Sənin dediyin halda ki, mən bu hadisəni belə, bu situasiyada bu cür hiss etmişəm. Qarşı tərəfdəki abuzer sənə deyir ki, sən elə hiss eləməmisən. Yəni sənin hissindən gedir, duyğularından gedir söhbət ki, mümkünsüz bir şeydir. Sən bunu belə hiss edə bilmərsən. Yəni o dərəcədə sənə şübhə elətdirir. Yəni burada hansı normal sağlam psixikadan söhbət gedə bilər? Gaslighting sizin sandığınız qədər sıradan bir manipulyasiya növü deyil. Təcavüz, cinsi istismar, bunların hər biri görünən travmalardır. Amma gaslighting isə
sizin ruhunuza, duyğularınıza, sərhədlərinizə və məninizə şuuraltı olaraq ötürülən qısa sözlərdən ibarət bir manipulyasiya növüdür. Misal üçün, ciddisən? Nə vaxt? Niyə şişirdirsən? Böyütmə bu qədər. Elə hadisə olmayıb. Çox qısa, lakonik, amma səni şuuraltına birbaşa olaraq ötürür və sənin duyğuların artıq orada axı insanın duyğuları şərtdir. O anki an vəziyyətdə sən keçirdiyin o ruhsal, o psixoloji bir vəziyyətin, hansı hissləri keçirtməyin, stresin, hər biri bir söz konusudur, türklər demiş. Yəni bax, o anki an onu sənə bircə cümlə ilə ciddisən deməyi və sənin o an keçirtdiyin o gərginlik və Və duyğular. təsəvvür et ki, sən danışdıqca mənim gözümün önündə canlanır. Mən özümü öldürürəm, özümü ifadə etməyə çalışıram. Bu hadisə buna görə oldu. Mənə niyə bu cür davrandın? Mənim niyə duyğularımdan oynadın? Mənə niyə bu qədər təsir etdin və travma göstərdin dediyim halda, sən çox sakit, üz mimikasında, bədən dilində sadəcə qarşımda oturursan və mənə sadəcə bir cümlədən istifadə edirsən. Nə var burada böyütməli? Və mən səni anlamıram. Və yaxud da bu nə davranışdır? Sən niyə dəli-dəli hərəkətlər edirsən? Deyərək artıq özümü sorğuluyuram və anlaşılmadığım üçün, dinlənilmədiyim üçün, özümü ifadə etməkdə çətinlik çəkdiyim üçün sən yox, mən psixoloq yanında özümü tapıram. Ümumiyyətlə bu hal psixoloq yanına gedərək keçici bir situasiyadırmı? Axı sən mənim həyatımda varsan, mənə manipulyasiya edən şəxs hələ də həyatımda qalır, amma mən psixoloqa gedirəm, öz psixoloji durumlarımı düzəltməyə çalışıram, amma sən mənim həyatımda olduğun müddətcə bu nə qədər işə yarar olar, bunu bilmirəm. Belə, dəyərli izləyicilərimiz, bugünlük də bu qədər. Düşünürəm ki, bugün hər kəsi maraqlandıran və hər 3 nəfərdən deyərdim, 2 nəfərinin qarşısına çıxan bir mövzudan biz danışdıq. Günlük də bu qədər. Növbəti psixanalizdə görüşənə qədər.